Mərdimazarla iblis bəhs edirlər. Kim daha çox iş görür bilər? Mənfi işləri təbii. Mərcəliyib ayrılırlar. Mərdimazar gedir cəmaatın içərisinə, iki kəndin arasına, ondan ona danışır. Deyir, ulan ki, sən üçün belə dedik, bu belə dedik, bu belə dedik. Şeytan gedir çöllükdə görür bir dənə qızla oğlan boyun ötərirlər. Başlayır oğlana vəsvəsə eləməyə ki, zina ilə bu ilə. Biraz keçir, hələ şeytan bu işlə məşğul olanda şeytan çiynindən biri belə vurur. Sonra görür həmən Mərdimazar deyir, neynə durur? Deyir, yavaş-yavaş əmələ gəlir, darıxma. Bir dənə Xuran darağa baxır, görür ki, iki dənə kəndin arasından od, alov qalxır, müharibə eləyirlər bunlar. Kənd-kəndlə qırır bir-birini. Şeytan deyir, eybliyor, deyəm. Deyir, nə deyəm, nə gör, mən nə eləmişəm? Deyir, mən bunu belə eləməsəm, sən o belə eləyə bilməzsən. Yəni, sənə uyanlar da bundan əmələ gələnlər olacaq. Yəni, o özü də. Bu çox mühüm məsələdir.